Dostlar, sizə İbn Həcər Əl-Əsqalaninin Əbədi Həyata Hazırlıq kitabından bəzi kəlamlı məsələləri danışmaq istədim. Əbu Bakr radiyallahu anhu demişdi: Üç şeylə əldə olunmaz. Arzularla var dövlət, saçı rəngləməklə cavanlıq, dəva dərmanla sağlamlıq əldə olunmaz. Gəlin bu məsələlərə bir yerdə baxaq. Birincisi, arzularla var dövlət əldə olunmaz. Burada Əbu Bakr radiyallahu anhu deyib ki, sadəcə xəyal qurmaqla və istəməklə kifayət deyil. Var dövlət qazanmaq üçün əmək, çalışma, plan və doğru strategiya lazımdır. Məsələn, pulum olsun deyə oturmaq kifayət etmir. İşləmək, bacarıqlarını inkişaf etdirmək və fürsətləri düzgün istifadə etmək lazımdır. Bir sözlə, sadəcə arzulamaq yetərli deyil. Hərəkət etməlisən ki, saçı rəngləməklə cavanlıq əldə olunmaz. İnsan yaşını dəyişdirə bilməz. Saçı qara etmək və ya rəngləmək cavanlıq gətirməz. Əsl cavanlıq ruhda və bədəndədir. Sağlamlıq, enerji, həyat sevgisi, pozitiv düşüncə, cavan qalmaq üçün düzgün qidalanmaq, idman etmək, zehni inkişaf və yaxşı əməllərlə məşğul olmaq lazımdır. Bir sözlə, dəri və əsas deyib, həyat tərzini və düşüncəni dəyişmək lazımdır. Üçüncü, dava dərmanla sağlamlıq əldə olunmaz. Burada deyir ki, yalnız dərmanla sağlam qalmaq mümkün deyil. Sağlamlıq üçün sağlam həyat tərzi, düzgün qidalanma, məşq, yuxu və stressdən uzaq olmaq lazımdır. Dərman sadəcə bir vasitədir. Amma əsl sağlamlıq profilaktika və həyat tərzini düzgün yerinə yetirməkdir. Bir sözlə, sağlam qalmaq üçün dərman yox, düzgün həyat tərzi əsasdır.